Göyçayda Vətən müharibəsi şəhidi İntiqam Şirəliyevin xatirəsi ehtiramla anıldı. 29 sentyabr tarixində Göyçay rayonunun Potu kəndində Vətən müharibəsinin qəhrəman oğlu şəhid Şirəliyev İntiqam Bəxtiyaroğlunun anım günü münasibəti ilə dərin hüzn və qürur dolu tədbir keçirilib. Mərasimdə Göyçay rayon icra hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, idarə və müəssisə rəhbərləri, kənd ictimaiyyəti, şəhid ailələri, din xadimləri, eləcə də şəhidin doğmaları və yaxınları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, onun əziz xatirəsi qarşısında baş əyiblər. Çıxış edənlər İntiqam Şirəliyevin həyat və döyüş yolundan danışaraq, onun gənc yaşında vətən sevgisi ilə alışıb yandığını, çağırış gələndə bir an belə tərəddüd etmədən döyüş meydanına yollandığını qeyd ediblər. Qanlı savaşın ən ağır məqamlarında belə geri addım atmayan, torpaq uğrunda canını fəda edən İntiqamın qəhrəmanlığı bugün gənc nəslə vətənpərvərlik nümunəsi kimi təqdim edilir. Tədbir zamanı məktəblilər şəhidin müqəddəs xatirəsinə həsr olunmuş vətənə sevgi, igidlik və şəhidlik mövzusunda şeirlər səsləndiriblər. Bu anlar tədbir iştirakçılarını duyğulandırıb, göz yaşlarına hakim ola bilməyənlər də olub. Bugün İntiqam kimi qəhrəmanlarımızın sayəsində Azərbaycan torpaqları azaddır. Onların müqəddəs qanı ilə yazılmış tarix heç vaxt unudulmayacaq. Adları daim xalqımızın qəlbində yaşayacaqdır. Allah rəhmət eləsin. Ruhun şad, məkanın ali cənnət olsun. Qəhrəman şəhidimiz İntiqam Şirəliyev. Hörmətlə Etibar Bəşirov, Göyçay naminə.